Salam əziz şagirdlər. İndi isə gəlin Yunan Əhəməni müharibələri mövzusunun ev tapşırığını birlikdə həll etməyə çalışaq. İlk tapşırığımız Euler-Venn diaqramındandır. Bu dəfəki Euler-Venn diaqramı üçlü Euler-Venn diaqramıdır. Üç döyüşü müqayisə etməliyik: Marafon, Fermopil, Salamin. Yunan ordusunun qalib gəlməsi. Xatırlayın, bu üç döyüşün üçündə mi Yunanlar qalib gəlib? Və təbii ki, siz bilirsiniz, o döyüşlərin birində məşhur Leonid və 300 Spartalı sonda xəyanətə uğrayaraq məğlub olmuşlar. Ona görə hamısına uyğun gəlmir. Amma deməli, Marafon və Salaminə uyğun gəlir. Bu, onları birləşdirir. Afina dəniz ittifaqına başçılıq edən strateginin düşmən qüvvələri üzərinə qələbə qazanması, bax, diqqətli olun. Məsələ burasındadır ki, eramızda əvvəl 479-cu ildə Yunanistan arasında baş vermiş son döyüşdən sonra Əhəmənilər Yunanistandan qovuldu. Yalnız bundan sonra Afina dəniz ittifaqı yarandı. Ona görə də ona qədər olan bu üç döyüşün heç birində Afina dəniz ittifaqı olmamışdı. Bu heç birinə uyğun gəlmir. Əhəməni donanmasının məğlub olması, fikir verin, donanma. Donanma, yəni dənizdə hərbi gəmilərdən ibarət olur. Ona görə bu dəniz döyüşüdür. Burada isə bir dənə dəniz döyüşü var, Salamin. Deməli, Sparta şahı Leonid və 300 Spartalı, az öncə onu xatırlatmışdıq. Elə mən də əminəm ki, bilirsiniz, söhbət Fermopil döyüşündən gedir. Döyüş nəticəsində Əhəməni şahının Orta Yunanistanı ələ keçirməsi. Deməli, əgər Əhəmənilər hər hansı bir ərazini tutulasa, onlar qalib gəliblər. Onların hansına Əhəmənilər qalib gəlib? Fermopildə. Eramızdan əvvəl 5-ci yüzilliyin birinci yarısında baş verməsi. Bu dedikdə, yəni bilirsiniz, eramızdan 500-cü ildən 451-ci ilə qədər, 450-ci ilə qədər vaxtı əhatə edir. Bu üç döyüşüncüsü də, yəni 490, 480, hamısı bura daxilmə və oxşar cəhətdə. Yunanların birləşmiş ordusunun Əhəməniləri Yunanistandan tamamilə qovması, bax, tamamilə qovması deyir, diqqətli olun. Bu döyüşlərin heç birindən sonra tamamilə qovmamışlar. Tamamilə qovmaq eramızdan və 479-cu ildən sonra olub. O da bu döyüşlərin heç birinin adiyyəti yoxdur. Bu da yanlış variantdır. İkinci bizim tapşırığımız Krasforddur. Krasforddur və gəlin baxaq görək Krasfordda bizdən nələr soruşulur. Birinciyə diqqətli olun Krasfordda. Afina xalq yığıncağında ordu və donanmaya başçılıq edən şəxs necə adlanırdı? Strateg. Birdə gəlin baxalım və strateg sözünü oraya yazırıq. Orta Yunanistanın Attika vilayətində salınmış və güclü şəhər dövlətə çevrilmiş qədim Yunan şəhəri. Bəli, Orta Yunanistanında bir məşhur şəhəri sizdən öyrənmişdik və iki də baxın, göz A hərfi ilə başlayır. Deməli, Afina, rahat tapacaqsınız. Üçdə, qədim Yunanların başqa torpaqlarda yaratdıqları yeni şəhər dövlətlərə verilən ümumi ad. Bəli, Yunanlar gedib məskənlər saldı, xatırlarsınızmı? Üç, deməli, orada hərflərdən biri İ hərfi olduğunu görürsünüz. Bəli, hesablayanda da koloniya sözünü tapmaq mümkündür. Eramızdan əvvəl 480-ci ildə Afina donanmasının, Əhəməni donanmasının məğlub edildiyi dəniz döyüşü. Bəli, dəniz döyüşü Salamin idi. Burada da onu tapırıq sizdən, artıq hərflər də var idi orada. Daha sonra baxırıq sizdən nəyə? Əhəməni şahı 1-ci Daranın Yunanlar tərəfindən məğlub olduğu ilk böyük döyüş. Bəli, Dara müharibəyə başlayanda 1-ci döyüş Marafon idi. Marafon hərflərə görə tapmaq mümkündür. Əhəmənilərin bizim oxlarımız günəşin qabağını tutacaqdır. Hədəsinə nə olar? Kölgədə vuruşarıq, cavab vermiş Yunan hökmdarı. 300 Spartalıya başçılıq edən Leonid. Bəli, Leonid, bu da N hərfi də var, tapmaq mümkündür. Spartalıların və Afinalıların piyada döyüşçülərinin xüsusi düzülüş qaydası. Bəli, bu Yunanistanda və Makedoniyada falanga. Bunu da tapmaq mümkündür. Elə Q hərfi də var orada. Dorilər tərəfindən Lakonika vilayətində əsasları qoyulan qədim Yunan şəhər dövləti. Deməli, 8-ə baxırıq və 8-də bunun artıq 3-cü hərfi A olduğunu da görürük. Orada Spartadır. Yunan Əhəməni sülhünə görə Əhəməni donanmasının üzməsi qadağan edilən dəniz. Hansı dəniz olan hərbi gəmilər üzə bilməzdir? 4 hərfli E hərfi ilə başlayan Egey və sonuncu qədim Yunanların öz vətənlərinə verdiyi ad. Onlar özlərinə Ellin, vətənlərinə isə Ellada deyirdilər. Tamamilə biz Krasfordu həll etdik. Və son, hadisələri zaman oxunda yerləşdirək. Gəlin baxalım görən bizdən 5 dənə hadisə soruşulur. Və hansı hadisələri? Deməli, Afina dəniz ittifaqının yaranması, Marafon döyüşü var, koloniyaların salınmağa başlaması var,
Əhəmənilərin Orta Yunanıstanı tutması, Salamin dəniz döyüşü. Yəni təxminən mövzumuzla əlaqəli bir hadisələri gördüyünüz kimi bunların hansı tez olub? Məsəl üçün Yunan-İran müharibələri baxdıqda birinci marafon döyüşünü görürük. Amma koloniyaların salınması tez olub yoxsa marafon? Sözsüz ki, koloniyaların salınması. Deməli, koloniyaların salınması əvvəl, sonra marafon gəlir və sonra xatırlayırsa Fermopil döyüşündən sonra onlar Orta Yunanistanı tutmuşlar. Daha sonra dəniz döyüşü oldu Salamin və yalnız 479-cu ildən sonra Afina dəniz ittifaqı yaranmışdı ki, o da 30 il müharibə aparıb və müharibəni başa çatdıracaq. Beləliklə, əziz şagirdlər, daha bir dərsimizin sonuna gəldik, çatdıq. Mövzunu daha yaxşı mənimsəmək üçün dərslikdən və bizim onlayn platformadan istifadə edin. Növbəti dərslərimizdə görüşmək ümidi ilə. Sağ olun.